Ürək xəstəliklərindən qorunmaq üçün gündəlik nəyə diqqət etməliyik? Əslində ürək-damar xəstəliklərindən qorunmaq çox da çətin deyil, amma bir o qədər də çətindir. Çünki belə bir vasitə yoxdur ki, mən bir dərman qəbul elədim, bütün risk amillərindən azad oldum. Bəli. Asan tərəfi odur ki, onun qarşısını almaq mümkündür. Məsəl üçün, yeməyimizə diqqət edərək, pəhrizimizi qoruyaraq, məsələn, duzlu qidalardan biraz kənarlaşsaq, yağlı, çörək, karbohidratlardan kənarlaşsaq, fiziki aktiv olsaq, məsəl üçün, mütəmadi bir orta intensivlikli fiziki aktivlik ürək-damar risklərini azaldır. Sonra yuxu rejimimizi bərpa etsək, məsələn, axşam yatmazdan əvvəl telefondan, televizordan kənarlaşıb bir özümüzü yuxu rejiminə salsaq, otağı sərinləşdirsək, havalandırsaq, qaranlıq otaqda yatmaq daha faydalıdır. Stressdən nə qədər mümkünsə artıq gündəlik həyatımızda uzaq dursaq, o qədər ürək-damar xəstəliklərindən qorunmaq olar və ən əsası da odur ki, ürək-damar xəstəliklərinin risk amilləri, məsələn, arterial hipertenziya, yəni yüksək qan təzyiqi, şəkərli diabet, prediabet, bu xəstəlikləri düzgün, adekvat idarə edərək biz özümüzü xoşagəlməz fəsadlardan qoruya bilərik.